Salam değerli abituriyentler. Bugün fizikadan kısa tekrar ettiğimiz nəzəriyyələrdə ikinci hissə mövzularındayıq. İkinci hissədə bildiyiniz kimi 14, təqribən 14 mövzu var və mən bu 14 mövzunu iki part şəklində çəkəcəm. Birinci video 5-ci gün, yəni bugün yüklənəcək, digəri isə sabah 6-cı gün yüklənəcək. Yəni imtahana getməmişdən qabaq ikinci hissəni də qısa şəkildə təkrar etmiş olacaqsınız. Videoya keçməzdən əvvəl videonu bəyənib kanalıma abunə olmağı və yorumlarda fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gəlin onda videoya keçək. İkinci hissənin birinci mövzusu elektrik yükü və elektrik sahəsinə aiddir. Qısa şəkildə buradan nələri bilməlisiniz? Elektrik yükü Q hərfindən işarə olunur, skalyar kəmiyyətdir, vahidi bir kulondur, kulonun açılışı amper vurusun saniyədir. Yükü iki düsturla tapa bilərik. Q bərabərdir NY, Q bərabərdir IT. İki düsturla da tapa bilərik. Daha sonra gəlirik indi, əgər sizə iki kürə versəm, desək ki, bunları toxundurub araladıq, yükləri nə olar? Əgər radiusları bərabərdirsə, son yüklərini tapanda Q1 iştirik bərabər olur Q2 iştirik, o da bərabərdir. Yüklərini toplayıb yarı bölürsünüz. Əgər radiusları müxtəlif olsa, məsələn Q1 iştirixi tapanda sürətdə yükləri toplayırsınız, məxrəcdə isə radiusları toplayıb birincini tapırsınızsa birincinin radiusuna vurursunuz. İkincini tapırsınızsa ikincinin radiusuna vurursunuz. Bu yüklərin tapılma qaydasıdır. Gələk elektrik sahəsində intensivliyə. İntensivliyi uşaqlar Y hərfindən işarə olunur, F böl Q düsturundan tapılır. Elektrik sahəsinin intensivliyi elektrik sahəsinin qüvvəsini xarakteriz edir. Qüvvə xarakteristikasıdır. Qeyd edim ki, intensivlik sınaq yükünə, dəm və sınaq yükünə təsir edən qüvvədən, F-dən, Q-dən asılı deyil. Bəs nədən asılıdır? Sahəni yaradan yükdən asılıdır uşaqlar. Y bərabərdir, K Q0 bölünsün, R kvadratı düsturundakı Q0-dan. Sahəni yaradan yükdən düz asılıdır, məsafədən tərs asılıdır. Sınaq yükündən və sınaq yükünə təsir edən qüvvədən asılı deyil. Gələk Kulon qüvvəsinə. Kulon qüvvəsi də F bərabərdir, K Q1, Q2 bölünsün R kvadratı düsturundan tapılır. Q1, Q2 ilə düz R kvadratından tərs asılıdır. İntensivin vahidi F bölgüdən Newton bölünsün Kulon yaza bilərəm bu şəkildə. İntensivi xətləri müsbət yükdə özündən çıxır, mənfi yükdə isə intensivi xətləri özünə daxil olur. Elektrik sahəsinin iki növü ola bilər. Bir cins elektrik sahəsi, bir də qeyri-bir cins. İnşallah bir cins elektrik sahəsi baxın budur. Qüvvə xətləri bir-birinə paralel olur və istiqamətləri dəyişmir. Yəni nə sıxlaşmır, nə uzaqlaşmır. Amma qeyri-bir cinsdə baxın xətlər getdikcə sıxlaşır. Biz buradan bilirik ki, bura qeyri-bir cins elektrik sahəsidir. İntensivi xətlər həmişə müsbətdən başlayır, mənfiyə doğru gedir. Bu istəyir bir cins olsun, istəyir qeyri-bir cins, hər ikisində eyni. Aha, burada siz nəyə baxırsınız? Əgər sahəyə müsbət yük daxil edilibsə, yəni belə göstərək bunu. Əgər sahəmdə bir müsbət yüküm varsa, bu müsbət yükə sahə tərəfindən təsir edən qüvvə intensiv xətlər istiqamətində olmalıdır. Əgər yükü zərrəcik mənfidirsə, onda sahənin əksinə qüvvə təsir edir, intensivi xətlərin əksinə. Yox, əgər zərrəcik yüksüzdürsə, qüvvə təsir etmir, yəni bərabər sürətlə hərəkət edir. Bir cins elektrik sahəsində intensivlik dəyişmədiyi üçün təcil də dəyişmir, bərabər təcillə hərəkət edir, A bərabər Q-yə böl M-ə görə. Lakin qeyri-bir cinsdə xətlər sıxlaşdıqca, sıxlaşmağa doğru getdikcə intensivlik artır. Ona görə xətlər sıx olduqca orada təcil də böyük olur, çünki intensivliklə düz mütənasib asılıdır. Sonra gəlirik elektrik sahəsinin potensialına. Elektrik sahəsinin potensialı Fi bərabərdir, W potensial bölünsün Q düsturundan tapılır. Bunun da açanda Fi bərabər olur, KQ bölünsün R-ə. Potensialı baxın bu şəkildə tapırıq. Potensialın vahidi voltdur. Sahə elektrik sahəsinin enerjisini xarakteriz edir. Enerji xarakteristikasıdır. Qeyd edim ki, potensial həmişə yadınızda saxlayın ki, məsələn burada müsbət verib, burada mənfi. Burada bir nöqtəsi verib, gəlib burada da iki nöqtəsi verib. Deyir potensialları müqayisə edir. Müsbətə yaxın olan yerdə potensial böyük olur. Mənfiyə yaxın olan yerdə isə potensial kiçik olur. Bunu yadınızdan çıxartmayın. Məsələn, sahəyə dielektrik daxil etdik deyəndə, onda siz yazırsınız ki, Y bərabərdir, Y0 bölünsün, epsilon. Buradan da epsilonla Y tərs asıdır.
epsilon daxil edirəmsə, Y azalmalıdır. Bu şəkildə tapa bilərsiniz. İndi keçək elektrik sahəsində, uşaqlar, elektrostatik sahədə görülən iş A bərabər əslində F-dir. F-in yerinə Q-yə qoyuruq. S-in də yerinə D. Alıram Q-yedir. Q-ye də U-nun düsturudur. U-D də yaza bilərəm. Daha doğrusu, Y-nin yerinə də U bölüdə yazsam Q olar. Onda Q-U. Baxın, burada U-nun düsturu Q-yedir. Yəni Q-ye nədir? U-nun düsturu Y-dedir. İstəsəm, mən nə edə bilərəm? U-nu açaram, o potensiallar fərqidir. F1 minus F2 ilə açıb Y-yə bərabər edə bilərəm. Gərginliyi biz elektrometrlə ölçürük. Əgər sizə deyilsə ki, elektrometrin göstərişi necə dəyişdi, siz baxırsınız gərginliyə. Potensiallar fərqi necə dəyişibsə, deməli elektrometrin göstərişi də elə dəyişir. Elektrik sahəsindən vacib olan bunlar idi. İndi keçək. Bir də bir şey də qeyd edim. Əgər yükü zərrəcikləriniz eyni işarəlidirsə, bunlar bir-birini itələyir. Əks işarəlidirsə cəzb edir. Əgər biri yüklü, biri yüksüzdürsə, yüklü yüksüzü özünə cəzb edir. Keçək indi elektrik tutumu, yəni ikinci mövzumuz. Mənim səsim biraz tutulubdur, ona görə yavaş gələ bilər səsim. Videonun səsini qaldırarsınız. Deməli, elektrik tutumunda biz əsas öyrənirik nə? Tutum. Tutum S hərfindən işarə olunur. Düsturu Q bölünsünudur. Vahidi bir faraddır. Faradın açılışı kulon bölünsün volta bərabərdir. Daha sonra elektrik yükünü, elektrik sahəsinin enerjisini toplamaq üçün kondensatordan istifadə olunur. Kondensatorun köynəklərinin yükləri qiymətcə bərabər istiqamət cəks olur. Sizə kondensatorun bir köynəyini müsbət 20 verirsə, digəri mənfi 20 olur. Ümumi yükün istəsə 20 kulon. Tutum nə Q-dən, nə U-dan asılı deyil. Amma Q S-dən düz, U-dan düz asılıdır. U S ilə tərs, Q ilə düz asılıdır. Amma tutumun özü bunların hiçbirindən asılı deyil. Nədən asılıdır? S bərabərdir epsilon, epsilon 0 S bölü D düsturuna görə epsilonla S-lə düz, D-dən isə tərs mütənasib asılıdır. Bu düsturdakı kəmiyyətlərdən asılıdır. Gəlirəm kondensatorlara. Kondensatorları əgər ardıcıl birləşdiririksə, ümumi tutum tapılır. S1, S2 bölünsün S1 plus S2 ilə. Ardıcıl birləşmədə yüklər bərabər olur. Gərginliklər isə toplanır. U1 plus U2. Paralel birləşmədə isə ümumi tutumu tapanda S-ləri sadəcə toplayırıq. Gərginliklər bərabər olur. Yükləri isə toplayırıq. Q1 plus Q2, Q-n şəklində yaza bilərik. Bir var sabit gərginlik mənbəyinə qoşulmuş, bir də var mənbədən ayrılmış. Mənbəyə qoşulmuş deyirsə U konstant olur. Əgər U konstantdırsa, həmişə çalışmalısınız ki, düsturunuzun sağ tərəfində gərginlik olsun. Yüklendikdən sonra mənbədən ayrılıb deyirsə Q konstant olmalıdır. Yəni, məsələn, U konstant deyirsə, mən enerjini tapanda istifadə etməliyim SU kvadrat böl 2-dən. Düsturumun sağ tərəfində gərginlik olmalıdır. Q konstant isə enerjini tapanda yazmalıyım Q kvadrat böl 2-si. Düsturumun sağ tərəfində yük olmalıdır. Bu şəkildə. Gələk elektrik sahəsinin enerji düsturlarına. W elektrik bərabərdir SU kvadrat böl 2-dir. Bərabərdir Q kvadrat böl 2-si. Bir də Q bölünsün 2 düsturlarından tapıla bilir. Bu düsturda gördüyünüz bütün kəmiyyətlərdən elektrik sahəsinin enerjisi asıdır. Sonra var elektrik sahəsinin enerji sıxlığı. Elektrik sahəsinin enerji sıxlığı omega Y ilə göstərilir. W bölünsün deməli həcmlə tapılır və yaxud da omega Y bərabərdir epsilon, epsilon 0 Y kvadrat bölünsün 2 düsturların hər hansı birindən tapıla bilər. Bu Y-nin vahidi də joule bölünsün metr kubuna bərabərdir. Keçək indi elektrik tutumundan da bu qədər. Sabit cərəyan qanunları. Sabit cərəyan qanunlarında siz birinci cərəyan şiddətini bilməlisiniz. Cərəyan şiddətinin istiqaməti müsbət yüklərin hərəkəti istiqaməti mənfi yüklərin hərəkətinin əksidir. Yəni bir sözlə müsbətdən mənfiyə doğru hərəkət edir. Cərəyan şiddəti I bərabərdir. U bölünsün R düsturundan tapılır. Bu ifadə bizim ohm qanunumuzdur. Cərəyan şiddəti U ilə düz R-lə əsaslıdır, lakin burada R müqavimətdir. U-dan I-dən asılı deyil. R-in öz düsturu var. Rho-L bölü S. Yalnız bu düsturdakı kəmiyyətlərdən asılıdır. Buradakı Rho da xüsusi müqavimətdir. Yalnız temperaturdan bir də maddənin növündən asılıdır. Qalan heç də asılılığı yoxdur. Qeyd edim ki, bu R-in vahidi ohmdur. Xüsusi müqavimətin vahidi isə ohm vurulsun metrə bərabərdir. Cərəyan şiddətini ampermetrlə ölçürük.
Gərginliyi voltmetrlə. Ampermetr dövrəyə ardıcıl qoşulur. Aynen yadınızda saxlayın. Ampermetr ardıcıl. Voltmetr dövrəyə paralel qoşulur. Ampermetrdə dedikcə iş prinsiplərinə gələndə ikisinin də iş prinsipi amper qüvvəsinə əsaslanır. Yəni maqnit sahəsinin cəryanın naqilə göstərdiyi yönəldici təsirə əsaslanır. Məsələn, silindrik boruda cəryan şiddətini istəyəndə I bərabər 7 düsturundan tapa bilərsiniz. İndi gələk bu Ohm qanununda, yəni sabit cəryan qanunlarında tam dövrə üçün Ohm qanununa. Tam dövrə üçün Ohm qanunu yazanda düsturumuz I bərabər epsilon bölünsün R plus R'dir. Gərginlik üçün də yazanda epsilon R bölünsün R plus R də yaza bilərəm. Epsilonçıq I R də yaza bilərəm. Baxın, iki şərt var. Bir var ki, müqavimət sıfıra yaxınlaşsın. Müqavimət sıfıra yaxınlaşanda I maksimum olur. Qısa qapanma yaranır. Onda I qısa qapanma bərabər olur sadəcə epsilon böl R-ə. Bir də var ki, dövrə açıqdır. Dövrənin açıq halında müqavimət sonsuz böyük olur. Bu zaman cəryan şiddəti minimum olur, sıfıra düşür. Ona görə də, baxın bu düsturdan IR sıfıra gedir, U bərabər olur epsilona. Yəni dövrə açıq olanda voltmetr epsilonu ölçür. Dövrə qapalı olanda, dövrə açıq olanda voltmetr EHQ-nu ölçür, epsilonu ölçür. Açıq olanda isə tərsinə deyilmək, açıq olanda EHQ-nu ölçür, bağlı olanda isə gərginliyi ölçür. EHQ-nun özü də bir növ gərginlikdir, vahidi də 1 volta bərabərdir. Sonra gəlir, bu mənbələrdə var ardıcı istilik miqdarı, işin düsturları eyni olur. A bərabərdir, Q da bərabərdir. I kvadratı RT, Q kvadratı bölünsün 2R vur T. Bir də var U kvadratı bölünsün 2R vur T. Bir də var IUT. Baxın, bu düsturlarda da hər bir kəmiyyətdən asıllıqları var. Gücü də yazanda P bərabər A böl T'yə görə yazsam, T'lər gedər, qalar I kvadrat R. U kvadrat böl 2R və ya IU şəklində, burada 2R yoxdur. U kvadrat böl R vur T'dir. Şəklində, baxın, bu formada düsturlarımızı yaza bilərik. İndi, buradan sonra bizdə gəlir sabit cəryan qanunlarından sonra müxtəlif mühitlər. Müxtəlif mühitləri qısa şəkildə belə yadınızda saxlayın ki, bizə əsas lazım olan 3 mühitdir, sizin təkrar etməli olduğunuz metallar, elektrolitlər, qazlar, bir də yarım keçiricilər. Metallarda bir dənə metalların müqaviməti, uşaqlar, temperaturdan düz asıdır. Elektrolitdir, yarım keçiricidir. Müqavimətlər temperaturdan tərs asıdır. Qazın müqaviməti yoxdur. Deməli, bir dənə metalların müqaviməti düz asılı olur. Yerdə qalanlar tərs. Elektrolitlər də tərs xəttidir. Müqavimət də yarım keçiricilər də vəbşir tərs asıdır. İndi, düstur R bərabər R0 vurulsun 1 bölü alfa T'dir. Və yaxud da Rho bərabərdir. Rho0 vurulsun 1 bölü alfa T'dir. Metallarda isə sük daşıyıcılar sərbəst elektronlardır. Elektrolitlərdə müsbət mənfi yüklü iyonlardır. Yarım keçiricilərdə deməli elektronlar bir də deşiklərdir. Qazlarda isə müsbət mənfi yüklü iyonlar və sərbəst elektronlardır. Qazlar adi halda elektrik cəryan keçirmir, lakin onları iyonlaşdıranda cəryan keçirirlər. Bu zamanda iki növlər olur. Müstəqil qaz boşalması, qeyri-müstəqil qaz boşalması. Yəni cəryan keçəndə qazda qaz boşalması baş verir. Müstəqilin də 4 növ var. Adlarını desək bəsdir. Alovsuz, qövs, tac, bir də ki, qığılcım boşalma. İndi gələk nəyə? Uşaqlar, elektrolitlərdə siz əsas öyrənirsiniz nəyi? Elektrolitlərdə ayrılan maddənin kütlə düsturu M bərabər K Q. Q-nü də açırsınız IT ilə. Və ya K vurulsun U böl R vur T. Müqaviməti sabit versək, kütlə gərginliklə düz asıdır. Yox, əgər W bərabər M böl K vuru yazsam, enerjini sabit versə, kütlə gərginliklə tərs asıdır. Bunları yaxşı yadınızda saxlayın. K burada elektrokimyəvi ekvivalentdir. Yalnız maddənin molyar kütləsindən bir də valentliyindən asıdır. Qalan heç bir kəmiyyətdən asıllığı yoxdur. Yarım keçiricilərə gələndə isə uşaqlar, yarım keçiricilərdə siz nələri bilməlisiniz? Yarım keçirici cihazları bilməlisiniz. Termistordur, sonra termorezistordur, tranzistordur, fotorezistordur. Bunlar yarım keçirici cihazlardır. Yəni müqavimətlər temperaturla tərs asıdır. Bir də var uşaqlar, vakum cihazları. Onlar yarım keçirici cihaz deyil. Vakum cihazları vakum diodudur, elektron şüa borusudur.
osiloqrafdır. Bunların iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Qeyd edim ki, baxın, qarşınıza əgər açıq şişə çıxsa, açıq şişə də asılı olmur. Yalnız maddənin növündən asılı olur. Sonra orada başqa nə qaldı? Baxın, vakuum cihazlarını dedik. Yarımkeçirici cihazlarda var, məsələn, yarımkeçirici diod. Vakuum diodundan yarımkeçirici diodun fərqi odur ki, biri vakuum cihazdır, biri yarımkeçiricidir. Oxşar cəhətlər odur ki, hər ikisi elektrik cərəyanını düzləndirir və yalnız bir istiqamətdə ötürür. Məsələn, vakuum diodu budur da, yarımkeçirici diod. Yalnız bu istiqamətdə cərəyan ötürür. Əksi istiqamətdə ötürə bilməz. Bunu da yadınızda saxlayın, buna aid məsələ düşə bilər. Müxtəlif mühitlərdən də bu qədər. Keçək indi maqnit sahəsinə. Uşaqlar, təəssüf ki, maqnit sahəsində əl qaydalarını göstərə bilməyəcəm. Sadəcə nəzəri hissələr deyəcəm. Maqnit sahəsində amper qüvvəsinin istiqaməti sol əl qaydasından tapılır. Ümumiyyətlə, maqnit sahəsində cərəyanın naqilə amper qüvvəsi təsir edir. F amper bərabərdir. İBL sinus alfa düsturu ilə tapılır. Burada sinus i ilə b arasında qalan bucaqdır. Nə vaxt sıfır olar? Bir-birlərinə paralel olsalar. Əgər aralarındakı bucaq sıfırdırsa, f amper sıfıra gedər, minimum qiymət alar. Maksimumda da bunlar bir-birinə perpendikulyar olmalıdır. X istiqamət bizdən şəkil müstəvisinə doğru deməkdir. Bunda necə tutursunuz? Normalda B ovucumuza daxil olmalıdır. X-i göydən yağan yağış kimi düşünün. Yağış yağanda biz ovucumuzu necə tuturuq ki, o yağış bizim ovucumuza daxil olsun? Əlinizi eyni tərzdə tutursunuz. Nöqtə deyəndə də tərsini tutursunuz. Nöqtə isə şəkil müstəvisindən bizə doğru deməkdir. Nə etsək də B induksiya ovucumuzun içinə daxil olmalıdır. 4 barmağımız cərəyan istiqamətdə yönəlməlidir. Onda baş barmağımız amper qüvvəsinin istiqamətini göstərir. Təəssüf ki, indi mən burada video açıb sizə göstərə bilmirəm əl qaydasını. Sonra istəyə bilər ki, sizdən B induksiya məsafə ilə necə asılıdır? Yeni sualların içərisində var. B bərabərdir. Mü 0 i bölünsün 2 pi r düsturundan istifadə edirik və B r-dən tərs asılıdır. Yadınızda saxlayın. B induksiya r məsafə ilə tərs asılı olur. Cərəyanlar əgər eyni istiqamətdə axırsa, bir-birlərini itələyir. Əksi istiqamətdə axırlarsa cərəyanlar bir-birlərini cəzb edir. N qütbü S qütbünü cəzb edir. N-lə N, S-lə S bir-birini itələyir. Maqnitin iki qütbü olur. N, S. Maqnitin qüvvə xətləri N-dən çıxıb S-ə daxil olur. N tərəfdən çıxır, S-ə daxil olur. Əgər cərəyan X-dırsa, ətrafında maqnit induksiyası sadə qrəb istiqamətində axır və toxunan istiqamətdə göstəririk. Əgər cərəyan nöqtədirsə, onda ətrafında B induksiya sadə qrəbin əksi istiqamətində axmalıdır. Bu şəkildə göstərə bilərik. İndi keçək. B induksiyanın vahidini də deyim. B-nin vahidi bir Tesladır. Tesla'nın açışı da Newton bölünsün amper vur metrdir. Keçək Lorentz qüvvəsinə. Lorentz qüvvəsi maqnit sahəsinə hərəkət edən yükü zərrəciyə təsir edir. Yəni zərrəcik hərəkət etməlidir, yüklü olmalıdır. Ona görə məsələn neytrona Lorentz qüvvəsi təsir etmir. Lorentz qüvvəsinin təsiri ilə maqnit sahəsində yükü zərrəciklər çevrə üzrə bərabər sürətlə hərəkət edir. Ona görə də Lorentz qüvvəsi də sol əllə tapılır. B ovuca daxil olmalıdır. 4 barmaq sürət istiqamətdə, onda baş barmaq zərrəciyin hərəkətini göstərəcək. Müsbətdə tapdığımız istiqaməti götürürük. Mənfidə tapdığımız istiqamətin əksini. İndi burada bir məsələ var. Lorentz qüvvəsi Q və B sinus alfa düsturu ilə tapılır. İndi sinus Q ilə V ilə B arasında qalan bucaqdır. İndi Lorentz qüvvəsində yükü zərrəciyin cızdığı çevrənin radiusu var. MV böl QB. P bölünsün QB. Və yaxud da V bölünsün Q-B. Radius burada gördüyünüz bütün kəmiyyətlərdən asılıdır. Lakin periodun düsturu 2 pm bölünsün QB-dir. Tezliyin düsturu QB bölünsün 2 pm-dir. Yüklü zərrəciyin maqnit sahəsində cızdığı çevrənin periodu və tezliyi yalnız bu gördüyünüz düsturdakı kəmiyyətlərdən asılıdır. Yəni bu düstura sonradan gətirilən heç bir kəmiyyətdən asılılıqları yoxdur. Bunu unutmayın, çünki düşə bilər. Daha sonra Lorentz qüvvəsindən bunları bildikdən sonra başqa orada nə qaldı? Bir də təcili bilməlisiniz. A bərabərdir. QVB bölünsün. M düsturundan da yükü zərrəciyin cızdığı çevrənin təcilini biz tapa bilərik. Əgər sizə belə bir istiqamətlər versə, tutaq ki, BX-dır, sadə bir qayda deyəcəm. Burada bir çevrə verib, burada da bir müsbət yükü zərrəcik var. Deyir, Lorentz aradı. Qüvvəni həmişə mərkəzə götürün.
Mənfidirsə, amma tərsini götürün çölə. Çünki çevrədə həmişə təcil mərkəzə gedir. Axı o məntiqlə istiqamət tapmadan belə götürə bilərsiniz. Sonraki mövzumuz elektromaqnit induksiya hadisəsidir. Uşaqlar, elektromaqnit induksiya hadisəsi bir var adi induksiya, bir var öz-özünə induksiya. Adi induksiyada epsilon bərabər mənfi delta fi bölü delta t'dir. Yəni fidən zamana görə törəmə alanda mənə həm epsilon verir, həm i bərabər epsilon bölü r-dən i-nin qrafikini verir, həm də epsilon bərabərdir b və l sinus alfadan v-nin qrafikini verir. Bu üçünün qrafiki eyni olur. Öz-özünə induksiya L delta-yı böl delta t'dir. Öz-özünə induksiya da i-dən zamana görə törəmə alıb induktivliyə vuranda E-hıqını verir. Yəni ki, tutaq ki, adi induksiyada fi t'dən düz xət şəklində asılıdır. Fidən zamana görə törəmə alıram. Epsilon, i, v üçü də zamandan sabit olur. Düz xəttin türəməsi sabitdir. Sabit ədədin türəməsi sıfırdır. Amma burada mən bunların qrafikini eyni götürə bilmərəm. İ'nin zamandan asılılığını öz-özünə induksiyada məsələn sabit ədəd veribsə, E-hıqının zamandan asılılığı sıfırda olmalıdır. İnduksiya cərəyanı nədir? İnduksiya cərəyanı belə düşünün uşaqlar. Əgər dövrədə cərəyan artırsa, induksiya onun əksinə yönəlir. Cərəyan azalırsa, onunla eyni istiqamətdə gedir. Dövrədə sabit cərəyan yaratmağa çalışır. Dövrədən sabit cərəyan axanda induksiya cərəyanı yaranmır. Yalnız dövrədə cərəyan artanda azalanda yaranır. Cərəyan artanda onunla eyni istiqamətdə gedir, azalanda da onun əksinə gedir. Daha doğrusu cərəyan artanda onun əksinə gedir, azalanda isə onunla eyni istiqamətdə gedir. Yaratdığı maqnit sahəsinin qüvvə xətləri B induksiyada cərəyan artanda onun əksinə gedir, sahəsinin əksinə. Azalanda isə eyni istiqamətdə yönələ bilir. Bu da belə. Öz-özünə induksiyada bir şey də var. Fi bərabər L. İnduktivlik. İnduktivlik L'in vahidi Weber bölünsün amperdir. Fi isə maqnit selidir. Fi'nin düsturu da Bs kosinüs alfadır. Yadınızda saxlayın. Kosinüs alfa B ilə S arasında qalan bucaq deyil. B və N arasında qalan bucaqdır. Məsələn, B və S arasında qalan bucağı 60 dərəcə veribsə, siz kosinüsün yerinə 60 qoymursunuz. B ilə S arasında qalan 60-dırsa, B ilə N arasında qalan 30 dərəcədir. Kosinüsün yerinə gətirib 30 qoymalısınız. Bunu da unutmayın. Fi'nin vahidi də dedik Weber'dir. Fi bərabər L'dən də L induktivlikdir. Vahidi də Weber bölünsün amperə bərabərdir. Sonra gəlir maqnit sahəsinin enerjisi 3 dənə düsturdan ibarətdir. W bərabərdir L kvadrat böl 2, bərabərdir Fi kvadrat böl 2L, bir də Fi bölünsün 2. Bu düsturların hər hansı birindən tapa bilər. Bu şəkildə maqnit sahəsinin enerjisinin düsturlarını bilirik. Burada enerji düsturda gördüyünüz bütün kəmiyyətlərdən asılıdır. Hansı kəmiyyəti sabit veribsə, digərini düsturdan tapa bilir.